ki bizdə zulal sintezi yaşımızdan çox tez pozulur və bədəndə zulal normal şəkildə sintez olunmayan zaman avtomatik bizdə yanlış kökəlmə gedir. Sonra ödəm yaranır, limfa drenaj pozulur, plus da ki çəki verməyimiz çətinləşir. Başa düşdün nə demək istəyirəm? Bir də hormonal olaraq bizdə pozuntu yarandığına görə əsəbi, gərgin, stresli bir insanlar oluruq. Qaş qaldırma edirəm bəli qızlar. Ölməklə yaxşıdır. O fikirlərlə yaşamayın məncə. Biraz qida əlavələrinizi yoxladın. Çalışın qida əlavələriniz bədənimizdə. Proteindir də zulal. Əslində dərman deyil, çox qida əlavəsidir. Maqnidir, B12-dir, D-dir. Bax bunlar həmçinin vitaminlərinizə görə yoxlanmalısınız. Və zulal, məsələn, kollagenin özü bədənimizdə çox olmaq üçün neyini? C vitamini miqdarını normaya salmalısınız. C vitamini miqdarı insan bədənində aşağı düşən kimi kollagen üretiminin özü zəifləyir. Məsələn, NAD gəlirsiniz, pul verib vurdurturursunuz. NAD nədir? B qruplarının sintezindən yaranan bir bədəndə hüceyrə enerjisini təmin edən bir şeydir. Hə? NAD varımızdır, bəli. Bugün 6-7-yə kimi, 6-ya kimi açıb mənə də istəyirəm. Qaşlarımın rənginə kraska qoymuşam, təpəmdəki də özüm. Onun təsiri olur, hə? Əlbəttə. Qırmızı bara çəkir. Yox, süd dörsü palyonik asitlərdir. Onlar kollagen stimulyatorlardır. NAD-dakı hüceyrə sintezinin enerjisində rol oynayır. Yəni, bax, məsələn, sən durursan, evi tost soran insan, 2 dəqiqdən sonra şey olursan, təngi nəfəs olursan. Məsələn, görürsən ki, artıq, məsələn, eləyə bilmirsən əvvəlki kimi. Axşam uzarsan, ayaqların başlayır ağrımağa. Məsələn, durub get nəsə eləməzsə ərinirsən, enerjin çatışmamazdır. Bu səndə deməli, maqni, B qrupları, ən çox da xüsusilə B3, B12 aşağı düşübdür. Deməli ki, səndə NAD-ın istehsalı zəif gedir. NAD-H var, NAD+ var. Yəni, bədəndə enerji kütləsini toplayan və bədənə toxumalara enerjini yayan, bir-birindən fərqlidir əslində. Yəni, deməli, səndə B qrupları aşağı düşüb. Məsələn, gözündə zəiflik yaranıb, gözün yaxşı görmür. Deməli, səndə A qrupları aşağı düşübdür. Məsələn, toyuq korluğu deyilən tipdə o adı elə gedir də. Deməli, səndə göz seliklik qişasında, məsələn, iltihaba çox meyillisənsə, daha çox gözündə proseslər baş verirsə, gözünlə bağlı çox problem yaşayırsansa, deməli, səndə A qrupları aşağıdır. Məsələn, sümük ağrıların başlayıbdır, ayaqların ağrıyır, əllərin ağrıyır, dərin tez boşalır. Deməli, kalsi səndə aşağı düşübdür, D aşağı düşübdür. Başa düşdün? Əsəblərin yerində deyil, yenə də sinirlərin tez-tez pozulursa, yenə də həm hüceyrə enerjin azdır, həm yuxu normal yatmırsan, yəni o qədər çox boş-boş şeylər düşünürsənsə, yenə də demək səndə protoksinin miqdarı aşağı düşübdür. Yəni B qrupları aşağı düşübdür. Xiyarımı yeyim. Söz soruşam, deyin qızlar. Xoş gəlmisiniz. Sağ olun, siz necəsiniz? Hə, siz transport yazılmışsınız. Saat neçəyə? Hə, gəl eləyək botoksuzu. Xanımımız da üzü şeyləşir. İstəsən bir də üstündən vursun şeyləşdirəcək. Mən ancaq xiyar yeyirəm, deyim, biləsən canım mənim. Bu ölkədə özünüz bilirsiniz ki, xiyar elə bir tərəvəzdir ki, buna yəni su tökməyə ehtiyac yoxdur. Bunu xüsusi kübrə verməyə ehtiyac yoxdur. Öz-özünə bu ölkədə çox gözəl xiyar yetişir. Bax, bunu deyim, biləsiniz. Çox gözəl yetişir. Yəni, çox belə ruzi bərəkətli bir gilə-meyvədirmi, tərəvəzdirmi, bilmirəm nədir. Yəni, hər tərəfə ara baxırsan, hər yer doludur. Yəni, heç belə axtarmağa ehtiyac yoxdur. Özü gəlir, nağlı səni tapır. Öz adını qoymuşam, narsiz xiyarlar. Namısında seçirəm. Gedirəm almağa gedəndə, deyirəm ki, sizdə narsiz xiyar var. Deyir, xanım, o nə olan şeydir? Deyirəm, o biz necə olan şeydir? Sənə ümid verir, sonra səni yarı yolda qoyur, sonra sənə deyir ki, alacam səni, Allah həqqi. Sonra 2 gündən sonra mamam istəmədi. Sonra 3 gündən sonra səni sevindirir, güllər alır. 4-cü gündən sonra sənin zəngin açmır. Bura baxsan, bir dənə valik tapım. Sonra təzədən bir də baxırsan, yenə yazır. Necə sən canım ürəyə par, deyir, sən çıxmısan. Mən elə xiyar deyirəm, istəyirəm. O deyir ki, xanım, bizdə elə xiyar yox. Xahiş edirəm, yolun sağı ilə düz çıxın gedin. Sonra bir də heç bir səbəbsiz 5 ildən sonra sən yığır axtarır. Deyirəm, o da oğlan deyir ki, yox, bizdə elə, biz ilk dəfə də eşidirik, deyir elə xiyar. Deyir, bəs onun toxumu harada satılır ay xanım, bizdə alaq əkək ondan. Deyirəm, qardaş, narahat olma, elə 5 dəqiqədən bir külək özü gətirir, o yüzden bu yüzden onun toxumunu özü genişləndirir. Gəl o zaman eləyək, siz ilk dəfə məyəmdə olursunuz? Heç elə olmamışsınız yanımda? Botoks olmuşsunuz? Olmuşam ama başka. Necə olmuşdu botoksunuz? Yaxşı olmuşdu. Kaç mı 9'a xəyat edirsiniz? Hə, başa düşdüm.
B12, maqni hal-hazırda nə istifadə edirsən? Antidepressan, qan dərmanları, qan dəyişmə, qan yuma, nə bilim, ondan sonra əməliyyatdan təzə çıxma, belə proseslər heç biri yoxdur. Botoks özünün eləyəcək 14 gündən sonra korreksiyamızdır. Hava istidir, günəşdən qoruyacaqsınız. Saça asqıtlığına kraska olmaz. Adətən deməyimə rağmen buradan çıxan kimi elə bil qəsdən elə bil gedir asqıtlığına. Olmaz yox. Çünki hava istidir. Zaten bu aralar çox belə şeylər yeyirik, nə o bu yeridir. Bunlar onsuz da bizə reaksiya gedir də. Ona görə də botoksla da üst-üstə olmaz. Gəl ozan eləyə ürəyim. Mən C vitamini içək, onda işə açıq. Yox, hər kəsdə eyni şey içə bilmərsiniz. Siz qanın analizi verməlisiniz. Sizin qanınızda hansı fermentlər, hansı vitaminlər çatışmırsa, ona görə müalicə alın. Yoxsa standart hamı C vitamini içə bilməz. Bax, insanda biri var hipervitaminoz, insanda biri var hipovitaminoz, insanda biri var A vitaminoz. Yəni ki, hipervitaminoz, yəni bir vitamin səndə çox ola bilər. Bəlkə səndə C-nin miqdarı artıqdır, B-nin miqdarı artıqdır. Düz demirəm. Biri var ki, hipovitaminoz, yəni səndə hipovitaminoz, yəni bir vitaminin azalmağı deməkdir. Biri də var səndə A vitaminoz, yəni ki, ümumiyyətlə bir vitamin səndən tamamilə kəskin